Hər vaxtınız xeyirli olsun, əziz, dəyərli izləyicilər. Həqiqətən Uca Rəbbimiz kainatı böyük bir nizam, intizamla yaradıb. Yəni insan təbiət elmlərinə baxanda görür ki, orada böyük bir elm, böyük bir nizam, intizam var. Hər şey dəqiqliklə. Baxsaq ki, vaxt necə gedir, həftə, ay, təkrarlanan illər. Yəni o qədər dəqiqlik var ki, hətta səma cisimlərinin vaxtını, görünmə vaxtını belə təyin edə bilirlər ki, bir aydan sonra və ya bir ildən sonra hər hansı bir planet hansı istiqamətdə görsənəcək. Yəni bunlar nəyi göstərir? Bu göstərir ki, bu dəqiq hesablanmış bir elm üzərində qurulub. Ona görə də yəni ağıllı insanlar düşünməlidir bu barədə ki, əgər belə bir möhtəşəm bir nizam, intizam varsa, deməli bunun arxasında bunu idarə edən biri var və bu idarə edənin məqsədini və bizdən istəyini başa düşməliyik, dərk etməliyik və onu araşdırmalıyıq. Həmçinin yaradılış möcüzələri, yəni insanlar və ya heyvanlar və ya bitki aləminə baxanda, buna elmi şəkildə yanaşanda insan görür ki, doğrudan da yəni yaradılmışlar özləri çox böyük bir möcüzə ilə yaranıb. Möhtəşəm bir simmetriya, bərabərlik, təbiətdəki olan rəngarənglik, meyvələrin rəngləri, onların qoxusu, onların görüntüsü, onların insana olan faydaları, həmçinin insanın öz bədəni. Hətta Quran-ı Kərimdə Yüce Allah buyurur ki, yəni sizin özünüzdə belə möcüzələr var, məgər görmürsünüz. Yəni insan bədəni hansı nizam, intizamla qurulub, ona fikir verilsə, insan görər ki, doğrudan da bu çox böyük bir elmlə yaradılıb. İnsan orqanizmində olan o proseslər, insanın qan təzyiqinin müəyyən həddə, hüdudda qalması və ya bədənindəki müəyyən maddələrin hansısa bir bəlli bir normaları olması və onlar hamısı göstərir ki, bu nizam, intizam öncədən yaradılıb, təyin olunub, dəqiq şəkildə ölçülüb və biçilib. Yəni bu məsələlərin hamısına ümumi olaraq baxanda başa düşmək olar ki, bunun arxasında çox böyük bir elm və qüdrət sahibi olan bir yaradan var. Bununla yanaşı insana vicdani dəlillər belə kifayət eləyir. Yəni insan özü özlüyündə qalanda bir yaradanın, bir ilahın olduğunu təxmin edir. Yəni onun qəlbində belə bir ehtiyac var. Görsən insan çətinliyə düşəndə səmaya baxır, bir ehtiyac hiss edir, bir duaya ehtiyacı olur. Ən sıxılmış bir, çətin bir hala düşəndə artıq yaradanı çağırır. Və təbii ki, o zaman yaradanın gücünü, onun qüdrətini görə bilir, ona şahid ola bilir. Və bütün bu deyilənləri hamısını bir araya gətirib, insafdan olar ki, insan düşünsün, otursun və özünün kimliyini təyin etsin. Yəni, hardan gəlib, hara gedəcəyini başa düşməyə çalışsın. Amma insan yəni, bu qədər çətin bir heyrət içərisində buraxılmayıb. Uca yaradan insanları yəni, yaradıb da bu formada ki, özləri düşünsünlər, özləri axtarsınlar. Yox, sadəcə bu dəlillər yəni, ağıllı insanlar üçün kifayət edir ki, düşünsünlər bu dəlilləri həm kainatda, həm yaradılmış məxluqatın o gözəl, möhtəşəm yaradılmasını düşünsünlər. Həmçinin insan öz bədənini və kainatda olan o məxluqatın necə yaradıldığını düşünsün. Və oradakı nizam, intizamı görəndən sonra artıq yəni, qərar versin öz kimliyində, yəni kim olduğunda, ondan nə tələb olunur, niyə yaradılıb, niyə bu dünyaya göndərilib.
Və həmçinin vicdani dəlilləri insan özü-özündən qalanda bilir ki, yəni ola bilməz, yəni belə bir mükəmməl varlıq yaradılsın və boşu-boşuna buraxılsın. Bu deyilən bütün məsələlər barədə insan dərindən daim düşünməlidir və nəticə çıxartmalıdır və burada nəyə görə yaşadığını və hara gedəcəyini də öz aqibətini düşünməlidir.